Allaha necə dua edək ki, Allah dualarımızı qəbul etsin? Bir çox insanların dua haqqında verdiyi suallardan biridir. Deməli, bununla bağlı birinci məsələ budur ki, ilk olaraq bilməliyik ki, biz kimin qarşısında dua edirik? Kimdən istəyirik? Yəni, Allah haqqında düzgün təsəvvürə sahib olmalıyıq. Baxın, Rəcəb ayının gündəlik duasında Allahı çox gözəl vəsf edir. Həmin duanın bir hissəsində buyurur ki, ey o Allah ki, etdiyimiz az şeylərin qarşısında bizə çox əta eləyərsən. Ey Allah, sən elə bir Allahsan ki, səndən istəyənlərə də əta eləyərsən, bağışlayarsan, səndən istəməyənlərə də bağışlayarsan. Baxın, bu hissəsinə gözəl bir izah verirlər ki, biz həyatımıza baxdığımız zaman əslində Allahdan istəmədiyimiz bir çox şeylər var ki, Allah bizə onları bağışlayıbdır. Bəzi şeylərdən xəbərimiz yoxdur. Həyatımızı, bizim sağlamlığımızı, ailəmizi, ətrafımızı və saya biləcəyimiz bir çox nemətlər. Allahdan bəlkə də istədiyimiz Allahın bizə verdiyinin qarşısında mində bəlkə bir 5-10%'dir ki, biz onları Allahdan istəmişik, Allah veribdir. Və arxasında buyurur ilahi, sən elə bir Allahsan ki, səni tanıyana da əta elədin, bağışladın, səni tanımayana da, səni qəbul etməyənlərə belə sən neymətlərini əsirgəmədin. Və həmin Rəcəb ayının duasının arxasında buyurur ki, niyə sən bizə qarşı bu cürsən? Buyurur ki, həmin duanın arxasında təhənnunan minhu və rəhmə. Çünki ilahi, sən insanlara qarşı qayğıkeş olduğuna görə onlara əta eləyərsən. Bu sənin mərhəmətindən, insanlara qarşı olan sevgindən qaynaqlanır. Deməli, duamızın qəbul olmasının birinci hissəsi buradan gəlir ki, Allah haqqında düzgün təsəvvürümüzü yaradaq. Məsumlardan bu gələn bu dualar əslində bizə Allahı tanıtdırır və Allahın bizə qarşı necə olduğunu göstərir. Biz insanları hazırlayır ki, baxın, sən Allaha dua etdiyin zaman təsəvvüründə belə bir Allah yarat ki, sizə qarşı bu cürdür. Biz insanlara qarşı belədir. Əgər Allaha bu cür insan tanıyıb və bu cür mərhəmətinlə bizi sardığını düşünsək, ondan sonra edəcəyimiz dualar haqqında əmin olun ki, xeyir və məsləhətimiz olsa mütləq Allah qəbul edəcək.